Salam müəllimlər, hər birinizi xoş gördük. Mən Semidova Fidan, texnologiya təlimçisi. Hər il olduğu kimi bu il də sizlər üçün ə, sınaq hazırlamışam. Sınağımız vaxtlıdır müəllimlər, səhv düzü silir və tam imtahan tipli bir sınaqdır. Siz mənim sınaqlarımla artıq tanışsınız. Yetərincə hər il yeni sınaq hazırlayıb YouTube-da yerləşdirirəm. Bu il də sınağımdan, 50 suallıq sınağımdan sizlər üçün 5-6 sual nümunəsi göstərəcəm və həmin o sualların izahını verəcəm. Buyurun müəllimlər, tətbiqə daxil olursunuz. Sınağımız tətbiqə yerləşdirilib. mci.az saytına daxil olursunuz. Hər biriniz üçün giriş kodu verilir. Kodunuzu daxil edib testlər sizin cihazınızda açılır. Buyurun müəllimlər. Artıq testimiz burada görünür. İmtahana başla butonunu vuraraq testə daxil olursunuz. Əvvəlcə sizi testlərimlə tanış edim. Bir neçə testlər izahlarını verim və testlər burada açıq şəkildə görünür. Gəlin müəllimlər, vaxt itirmədən bir neçə test nümunələrinizin izahına baxaq. Sınaqda həm şəkillərdən, həm məsələ, həm uyğunlaşdırma, həm də situasiya tipli hissələrə toxunmuşam. Mən çox abartılı şəkildə, qəliz formada bir sual nümunələri hazırlamamışam. Nə də asan da deyil. Sizin imtahanda rast gələ biləcəyiniz bir formada suallar hazırlamışam. Hər biri kitaba əhatə edir. Nə çox asan deyil, nə də çox həddən artıq çətin də deyil. Tam mix səviyyəli bir sınaq hazırlamışam. Hətta mən paylaşım da etdim, özünüz də gördünüz. Çox danışıb vaxtınızı almaq istəmirəm. Yəni birbaşa mən sınağa keçəcəm. Sadəcə bu sözləri deməliyəm. Sınağın keyfiyyəti barəsində siz məlumatlı olmalısınız. Nümunələr göstərməliyəm. Təsadüfən mən sınağa hazır etmədən 2-3 gün əvvəl sınağa hazır etmişdim. Bəlkə də demək olar ki, son yoxlama işlərini aparırdım. Və bu sınaqda salınan sual forması ilə oxşar Arti sınaq nümunəsi ilə biz qarşılaşdıq. Həmin sualı da burada göstərəcəm. YouTube-da da paylaşmışam, görmüsünüz. Və başqa digər suallara da baxacağıq. Gəlin vaxt itirmədən müəllimlər başlayaq sual nümunələrimizə. Birinci sualda şəkil üzrə sualdır. Şəkildəki hissələr və onların adları arasında uyğunsuzluğu yazın. Hər zaman sualın şərtinə diqqət yetirin. Ola bilər ki, sualı doğru bilirsiniz, amma sualın şərtini yanlış oxumaqla sualınızın cavabı səhv ola bilər. Uyğunsuzluğu, yəni uyğunluq təşkil etməyəni götürürük. Əvvəlcə biz ütümüzün hissələri ilə tanış olaq. Birinci hissəsi baxın. Deməli, subskürdən. İndi burada variantda şəkil üzrə hissələrlə şəkilləri biz uyğunlaşdırmalıyıq. Hansı variantda uyğunluq yoxdur, onu seçib götürəcəyik. Təsvirdə ütü şəkili görürük. Burada birinci hissəmiz su püskürdəndir. İkinci hissəmiz su tökmək üçün nəzərdə tutulmuş qapı bağlayan qapaqdır. Baxın, biz bu hissədən su püskürdürük. Bu hissədən də su əlavə edirik və buradan görürsünüz, qapağını örtürük həmin hissəni. Qapaqla örtürük. Bu ikinci də həmin o qapaqdır. Üçüncü hissəmiz buxarın fasiləsiz verilməsini tənzimləyən lincdir. Yəni burada buxar fasiləsiz olaraq buxar rejimində ütüləyirik. Burada da bilirik ki, düymələrimizin biri buxar düyməsidir, biri su üçün düymələrdir. Bunların hər birindən istifadə edirik. Sadəcə 4-mü, yoxsa 5-mi buxar üçün, su üçün olan düymədir deyə düşünsəniz. Baxın, 2 ilə 4 əlaqəlidir. 3 ilə də 5 əlaqəlidir. Su üçün qapaq 2-dədir, suyun verilməsi üçün düymədə 4-dədir. Bax, 2, 4, 3 ilə də 5. 3 buxarın daima, yəni buxar rejimində ütüləmək üçündür. 5 də buxarı arabir buxar vermək üçün istifadə olur. 2, 4, 3, 5. Tək rəqəmlər 1, cüt rəqəmlər 1 öyrənirik. İçini onsuz da biz bilirik ki, yəni su doldurduğumuz hissəni örtən qapaqdır. 5 də buxar verilməsi üçün düymədir. Necə yadda saxlayırıq? 5 bu hərfindən başlayır, buxar bu hərfindən başlayır. 6 da məlumdur, 6 dəstəkdir. 7 də şnurun vurulmaması üçün borucuqdur. 8 ütünün özülüdür. Açar sözümüz Z hərfidir. Özül Z, 8 Z. Deməli, 9 siqnal lampasıdır. Yəni, buradan onsuz da biz lampanı görürük. Yanıb sönməsi siqnal lampası olduğunu bilirik. Deməli, 10-cu hissəmiz nədir?
Ütünün deməli, su üçün olan qabdır. Bəli, baxın mənlər, bu mavi rəngdədir. Həm rənginə görə yadda saxlayın. Suda mavi rənglə işarə olunur. Elə yadda saxlayın. Həm də burada biz suyu görürük də, suyu bunun içərisində az olduğunu, çox olduğunu, suyun burada xaricdən görürük, düzdür? Su üçün qabdır. Su buradan axıdılır və bu hissədə su yığılır bu qaba. 11-ci hissə, yəni temperatur tənzimləyicisidir, məlum məsələdir. 12-ci hissə özünü tənzimləmə rejimi düyməsi. 13-cü hissə isə reversasda suyun səviyyə göstəricisi. Baxın, çox kiçik formadadır. Yəni burada yazılır da suyun səviyyəsi burada göstərilir. Bu da özünü təmizləmə düyməsidir. Belə özünü təmizləmə düyməsidir. Bu da 14 ütünün altıdır. Yəni bu da məlum məsələdir ki, ütünün alt hissəsidir. Bu hissə də ütünün altıdır. İndi gəlin baxaq variantlarda uyğun gəlməyən hissələrə təyin edək. Birinci hissəmiz yazıb ki, A variantımızda yazıb ki, 1, yəni birinci hissə yazıb ki, su püskürdən. Tamamilə doğrudur. Bəli, 1 su püskürdəndir. 4 suyu püskürtmək üçün düymə. Bəli, biz axı 2 ilə 4 əlaqələndirdik. 4 suyu püskürtmək üçün düymə. 8 yazıb ütünün özülü. Bəli, ütünün özülüdür. Həm də ütünün özülü Z hərfi. 8 Z hərfi demişdik. 9 da siqnal lampasıdır. Burada da biz görürük ki, həqiqətən də 9 siqnal lampasıdır. Deməli, A variantı doğrudur. Bəzən müəllimlər elə A variantını götürür. Xeyr, yəni burada bizdə sualın şərtinə nə dedi? Adlar ilə hissələr arasındakı uyğunsuzluğu yazın. Yəni burada uyğun gəlməyəni biz götürəcəyik. A-nı götürmədik. Uyğunluğu yazın desəydi, bəlkə də A-nı götürərdik. B variantına baxırıq. 6 dəstək, baxaq, bəli, baxın, dəstəkdə 6 ilə işarə olunan hissəmiz. 11 ütünün temperaturunu tənzimləyən qulp. Bəli, biz özümüz bu hissəni saat təqrib istiqamətində ya da onun əksinə istiqamətə fırladaraq temperaturu tənzimləyirik. Doğrudur. 5-ci əlavə buxar vermək üçün düymədir. Buxar bu hərfi, 5 bu hərfi. Yəni buradan biz bilirik ki, ya buxar vermək düyməsidir, ya da ki, su püskürtmək üçün düymədir. Biz bunu bilirik. B variantı da doğrudur. C variantına baxırıq. 10 su üçün qab. Gəlin baxaq. Bəli, baxın 10-cu hissə. Bu hissə su üçün olan qabdır. 7 elektrik şnuru əyilmədən qorumaq üçün borucuq. Bəli, baxın bu şnuru əyilmədən, qatlanmadan qorumaq üçün burada şnurun daxil olduğu hissədə borucuq var. 4 suyu püskürtmək üçün düymə. Bəli, 4 suyu püskürtmək üçün düymədir. Doğrudur, uyğunluq gözlənilir. D variantına baxırıq. 14 ütünün altı baxaq. Bəli, ütünün altı 14-cü hissədir. Biraz sualı uzaqlaşdırım ki, variant sizin üçün yaxşı görünsün. 10 su üçün qab. Biz bunu artıq dəfələrlə dedik ki, 10 su üçün qabdır. 12 reversosda suyun səviyyə göstəricisi. Baxın, artıq müəllimlər burada yanlışdır. Niyə? Çünki 13 idi reversosda suyun səviyyə göstəricisi. 12 düymədir. Bax, bu düymə deyil, amma 12 ilə qeyd olunan hissə düymədir. Ütünün özünün təmizləmə düyməsidir. Deməli, elə bizdən yanlış istədiyinə görə yanlış D variantıdır. 12 ilə 13-ün yeri dəyişdirilib. Deməli, 12-ci hissə özünü təmizləmə rejimi düyməsidir. Baxın, burada biz düymə görürük də. Öz ütülərimizdə də var. Biraz quruluşda, yəni orada görəcəyimiz bir düyməmiz var. Hətta ondan çox da istifadə də etmirik. Deməli, özünü təmizləmə düyməsi 13-cü hissədir. Buradasa səviyyə göstərilir. Bax, bu düymədir, burada düymə yoxdur. Bunu biz açıq-aşkar bilirik. Amma burada yazıb ki, 13 özünü təmizləmə rejimi düyməsi. Xeyr, burada düymə yoxdur. Düymə buradadır. O da 12-dədir. 13-də isə səviyyə göstəricisidir. İndi burada 12-də yazıb reversosda suyun səviyyə göstəricisi. O 13-də olmalıydı. 13 deməli 13-də yazıb ki, özünü tənzimləmə rejimi düyməsi bu 12-də olmalıydı. Bizdən yanlış istəyir deyəni vurduq, amma hər ehtimala qarşı E variantına da baxırıq. 11 ütüləmə temperaturunu tənzimləyən qulp. Bəli, baxın, bu 11 gəlir, burada dayanır. Ütüləmə temperaturunu tənzimləyən qulp. Deməli, 5 əlavə buxar vermək üçün düymə, bunu bilirik. 2 su tökmək üçün nəzərdə tutulmuş deşiyi bağlayan qapaq. Bunu da həm bilirik. Yəni, burada suyu buradan əlavə edirik. Bunu qapaq hissəni açırıq, suyu əlavə edirik. Sonra qapağını örtürük. Bunu bilirik. Əlavə olaraq da yadda saxlaya bilərsiniz ki, su 2 hərfdən ibarətdir. İkinci hissə ütüdə sudur. E variantı da uyğunluq təşkil etdiyinə görə cavab olur D. Uyğunsuzluğu istəyirdi. Bizdən uyğunsuzluğu yazdıq. Növbəti sualımıza baxırıq. Aşağıdakı cədvələ əsasən uyğunluğu yazın.
Müəllimlər, burada birinci sütunda yazıb ipək, dərəcəsi yazıb 200 dərəcə. Sonra yuma, deməli, parça növü olaraq qeyd edib ipək, ütü temperatur olaraq yazıb 200 dərəcə, yuma və qurutma qaydası olaraq bizim üçün qeyd edib ki, maşının barabanında qurutmaq olar. Əvvəla müəllimlər, ipəkdə temperatur 110 dərəcə idi. Bu hissəmiz yanlışdır. Biz ipəkdə temperaturu 110 dərəcə demişdik. Burada yazıb 200 dərəcə, bu hissə yanlışdır. Və deyir ki, maşının barabanda qurutmaq olar, bu da yanlışdır. Barabanda pambıq və kətan parçaları quruda bilərdi, bu yanlışdır. İki sütun ikisi də yanlışdır. Bizdən də uyğunluğu istəyir. Aşağıdakı cədvələ əsasən uyğunluğu yazın. İkincidə yazılıb yun parça 150 dərəcə doğrudur. Dərəcəsindən işimiz yoxdur, amma deyir, quru təmizləmə istifadə edilib, bəli. Deməli, yun yazılıb 150 dərəcə doğrudur. Yun 150 dərəcə temperaturda ütülənir. Və yuma qurutma qaydasında yazıb ki, quru təmizləmədən istifadə edilir. Bu da doğrudur. Yun parçalarda quru təmizləmədən istifadə olunur. Biz demişdik ki, ipəkdən başqa qeyd olunan parçalarda quru təmizləmə istifadə olunur. Yundur, ipəkdir, pambıqdır. Bunlarda quru təmizləmə istifadə edildi, aparıldı. Amma ipəkdə quru təmizləmə qadağandır dedi. Bunu yun olduğunu yadda saxlamaq üçün başqa üsullar da demişdik. Quru təmizləmə U hərfi, yun U hərfi olaraq yadda saxlamışdıq. Əlavə olaraq da biz bilirik ki, dərsimizdə yunun ev şəraitində təmizləmə üsulları da var. Deməli, benzindir, naşart spirtidir, asetondur, bunlarla biz yunu təmizləyirdik. Deməli, biz yunda təmizləmə apara bilirik. Kimyəvi təmizləmə, quru təmizləmə, bunları apara bilirik. Amma ipəkdə quru təmizləmə aparmırıq. Cavabımız hələ ki, içini qeyd edirik, amma digər hissələrə də baxaq. 3-də deyir ki, kətan parçalar 110 dərəcə, bu yanlışdır. 110 dərəcə ipəkdədir. Yazıb ki, 95 dərəcə temperaturda yumaq olar. Bəli, əgər deməli, boyamağa davamlı kətan pambıq parça desəydi, doğru bu hissələ razı olardıq. Amma 110 dərəcə dediyinə görə yanlışdır. 110 dərəcə ipəkdədir. 4-cü hissədə qeyd olunub pambıq 150 dərəcə Selsidə ütülənilir, xlorla ağartmaq olar. Müəllimlər, əvvəla biz bilməliyik ki, bu hansı pambıq parçasıdır ki, biz onu xlorla ağardaq. Rəngi çıxmayandırsa xlorla ağarda bilərik. Və burada dərəcə yanlışdır. Pambıq və kətanda 180-200 idi. Ona görə burada 150 yuna aiddir. Burada da uyğunluq gözlənilməyib. 5-ciyə baxırıq ipək. İpəkdə dərəcəmiz 110-dur. Burada 150 yazılıb yunun dərəcəsi. Bu da yanlışdır. Quru təmizləmə qadağandır hissəsi doğrudur. Amma dərəcəyə əsasən sualımızın cavabında biz 5-i götürə bilmərik. Yəni ipəklə bağlı qeyd olunan hissələr doğru deyil. Yazıb ki, ipək 150 dərəcə, bu yanlışdır. 110 yazılmalıydı. Quru təmizləmə qadağandır. Biz 5-i götürərdik. Bura 110 dərəcə yazsaydı, burada da olduğu kimi quru təmizləmə qadağandır desəydi, biz 2 və 5-i götürərdik. Amma 150 dərəcədir. Bu da yanlışdır. İpəkdə ütüləmə dərəcə 110 dərəcədir. Deməli, yalnız 2-ni götürürük. Sualımızın cavabı olaraq biz doğru cavab olaraq yalnız 2 olan E variantını götürürük. Növbəti suallarımıza baxaq. Çalışacağım sizin üçün çətin, qarışıq müəllimlərimin, öz müdavimlərimin çətinlik çəkdiyi hissələri izah edim. Əslində onlar çətinlik çəkmədi. Biz bunları dəfələrlə müzakirə etmişik, amma yenə də çaşdırıcı hissələr var. Deməli, deyir ki, tərəvəzlər bişirilərkən bu vitamin kifayət qədər yaxşı qalır. Amma günəş şüalarının təsiri altında parçalanır. Klasteri tamamlamaq istəyir bizdən. Müəllimlər, əvvəlcə biz bilməliyik burada yazılan fikir nəyə aiddir? Sonra bu aşağıda o fikirlə bağlı tamamlamaq üçün o fikrə aid olan uyğunluqları qeyd etməliyik. Deməli, burada müəllimlər A vitaminindən danışırıq. A vitamini tərəvəzlər bişirilərkən A vitamini yaxşı qalır, amma günəş şüalarının təsiri altında parçalanır. Bir də belə bir hissə var ki, o dərsdə müəllimlər günəş işığının təsirində parçalanır. Əgər günəş işığı deyirsə C vitamini, günəş şüaları deyirsə A vitamini götürəcək. C vitamini yadda saxlamışdıq ki, yəni C vitamini deyəndə soyuq dəmə zamanı istifadə etdiyimiz dərmanlar gəlir. Yəni biz onları soyuq yerdə saxlayırıq. Günəş işığı olsa onlar öz təsirini itirər, belə yadda saxlamışdıq. A vitamini necə yadda saxlamışdıq bəs günəş şüasından? 2 cür üsulumuz var idi burada. Şüa A hərfi ilə bitir. Şüa sözü A hərfi ilə bitir. A vitaminini demişdik. Əlavə olaraq demişdim ki, A vitamini
Gözlərlə əlaqəlidir. Məsələn, gözlərin sağlamlığıdır, dəridir, düzdür? Bu sözləri A vitaminində hər biriniz, yəni bilirsiniz. Günəşlə də A vitaminini necə əlaqələndirək? Məsələn, biz günəşə baxanda gözlərimiz qamaşır, düzdür? Günəşə baxanda sanki şüası gözümüzü parçalayır, düzdür? Deməli, günəş şüasının təsiri altında gözlərimiz qamaşır. Burada da yazır ki, vitamin parçalanır günəş şüasının təsiri altında. İkinci sorumuz odur ki, dəri də var idi A vitaminində. Məsələn, bəzi insanlar var ki, dərisi həssasdır. Günəş kremlərindən istifadə edir, günəşdən onların dərisi tez ziyan görür. Yəni burada bizim açar sözümüz günəş şüası deyəndə A vitaminini elə əlaqələndirmişdik ki, A vitaminində dəri və göz var. Günəş də gözümüzlə günəşə baxa bilmirik, gözümüzə gün şüası düşür. Dərimiz gün şüasından nə bilim rəngini dəyişir, müəyyən bir qızartılar, müəyyən bir narahatlıqlar yaranır. Deməli, biz buradakı fikrin A vitamininə aid olduğunu yadda saxladıq. Yenə də deyirəm, günəş şüa A hərfindən bitir. A vitamini günəş işığı deyirsə, C vitamini götürəcək. Bu çaşdırıcı məqam idi. Mən özüm kitabda çaşdırıcı məqamı axtarıb sizin üçün hazırlamışam. Orada asan hissələr də var. Sınağın mahiyyəti çətin olsun, elə də asan olmasın, müəllimlər arxain olmasınlar, asan sınaqlar işləyib arxain olmasınlar, orta səviyyədən də ağır sınaq olsun ki, imtahandakı sual səviyyəsi müəllimlər üçün asan olsun. Yəni düşünsünlər ki, biz bu qədər çətin, düşündürücü, maraqlı sınaqlar işləmişik daha doğrusu. Oradakı suallara onların gözü öyrəşsin deyə. İndi bəzi müəllimlər var, görürəm yorumlarda bu izahları diqqətlə dinləyirlər. Bəzi müəllimlər də deyir ki, uzun-uzadı danışırsınız. İnanın ki, mən uzun-uzun uzadı danışmalıyam. Çünki bu sualı mən danışmasam, deməsəm, bilirəm ki, çox müəllim burada günəş şüasını görən kimi C vitaminini götürür. Amma burada C vitamini deyil. Gəlib burada da C vitamini ilə bağlı xüsusiyyətləri götürərlər. Yəni bunu biz bilməliyik ki, A vitaminidir. Vaxt itirməyə keçid edək. Deməli, biz A vitamini ilə bağlı nələri götürürük burada? 9 fikir qeyd etmişəm. 9 fikirdən hansıları A vitamini ilə uyğunluq təşkil edir? Baxın, həmin dediyim hissə buradadır. Deyir ki, hava və günəş işığının təsirindən asan parçalanır. Günəş işığı deyirsə, təbii ki, bu olacaq C vitamini. Hava və günəş işığının təsirindən asan parçalanır. Həmçinin uzun müddət saxladıqda istifadə üçün yararsız olur. Bax, biz bunu elə dərmanlarda deyirik də. Dərmanı istifadə edirik, uzun müddət saxlaya bilmirik. Düzdür? Vaxtına baxırıq, bitmə vaxtına baxırıq. Sonra günəş işığı dedik ki, C vitamini. Davam edək. Ən çox bitki məişəli yağların tərkibində olur. Baxın, bu görək A vitamininə uyğunluq təşkil edirmi? Xeyr, bəli, ən çox bitki mənşəli yağların tərkibində A vitamini deməmişdik biz. A vitamini olmurdu. Bu yanlışdır. Üçüncüyə bax. 2-də olan fikir E qrup vitaminlərinə aid olan bir fikirdir. Ona görə biz 2-ni götürmədik. Hələ ki, nə 1-i götürürük, nə 2-ni. Çünki 1-də C vitaminidir, 2-də E vitaminidir. 3-ə baxırıq. Yağlarla birlikdə qəbul ediləndə yaxşı həzm edilir. Bəli, bu A vitamini ilə bağlı olan fikirdir. Ona görə də biz yerkeşi salatına xama əlavə edirdik. 4-cüyə baxırıq. Əsas mənbələri təzə tərəvəz, meyvə və giləmeyvə, xüsusən itburnu, şirin bibər, qara qarağac, sitrus meyvələri və həmçinin turşuya qoyulmuş kələmdir. Burada da cavabımız C vitaminidir, götürmürük. Hələ ki 3-ü götürdük yalnız. 5-ə baxırıq. Çay tikanının, yer kökünün, şirin bibərin və başqa narıncı, qırmızı rəngli meyvələrin tərkibində var. Bu A vitamini ilə bağlıdır. Vitaminin çatışmamazlığı zamanı dəri qabıq verməyə başlayır. Bu da A vitamini ilə bağlıdır. Orqanizmin yoluxmalara qarşı müqavimətini artırır, bir çox həyati proseslərə təsir edir. Bu da A vitaminidir, izah edəcəm necə yadda saxlamağı. Bal qabaqdır, şirin bibərdir, köşkdür, balıqdır, balıq yağıdır və sair ərzaqlarda var. Bu da A vitamini mənbəsi olacaq. Deməli, 3-ü götürürük, 5-i götürürük, 8-i götürürük, 9-u götürürük. 6, 8, 9.
Mənbələr burada 7 qaldı. Maddələr mübadiləsində iştirak edir, yağların həzm olunmasına kömək edir. Maddələr mübadiləsində iştirak edən, yağların həzm olunmasına kömək edən hansı vitaminimiz idi? O da E vitaminində demişdik. E vitaminində qeyd etmişdik ki, yağların həzm olunmasında istifadə olunur. Biz demişdik ki, E vitamini əzələ ilə bağlıdır. Yəni əzələlərin inkişaf etməsi üçün də yağ olmaz. Yağ həzm olunsun ki, əzələ yaransın, düzdür? Yəni yağın olmamasını biz deyirdik ki, Y vitamini, o da əzələ ilə bağlı idi. 7-də də olur Y vitamini. Gəlin A vitaminlərinə bir daha da izah verək. Niyə burada A vitaminləri biz sualımızın cavabını qeyd etdik. Yağlarla birlikdə qəbul edildikdə yaxşı həzm olunur. Dedik ki, ona görə yerkökü salatına xam əlavə olunur. Sonra deməli, vitamin çatışmamazlığı zamanı dəri qabıq verməyə başlayır. Bu da A vitaminində idi. Görürsünüz, dəridir, görmədir. Günəş də A vitaminlə əlaqəlidirlər. Əlaqələndirmişdik biz bunu. Yoluxma, baxın, bu yoluxma məsələsinin izahda səhv etmirəmsə demişəm, YouTube-dan hansısa bir dərsdə demişəm, amma yenə də deyəcəm. Maddələr mübadiləsində iştirak edir, yağların həzm olunmasına kömək edir. Bu heç orqanizmin yoluxmalara qarşı müqavimətini artırır. Bir çox vacib həyati proseslərə təsir edir. Müəllimlər, bu yoluxma məsələsi sizi bilirəm ki, çaşdırır. Bu bir zülalda var. Zülalda var, A vitaminində var, bir də C vitaminində var. Deməli, yoluxmalara qarşı mübarizə deyirsə, bu zülaldır. Cümlədə yoluxmalara qarşı mübarizə deyirsə, mübarizə sözündəki z, mübarizə deyirsə, bu zülala aiddir, z hərfinə görə. Yox, əgər müqaviməti artırır deyirsə, bu A vitamini də artırır A vitamini. Yox, soyuq dəymə zamanı qəbul etməliyik deyirsə, qəbul edilir deyirsə, bu da olacaq C vitamini. Yəni birlikdə soyuq dəymə deyirsə C vitamini götürürük. Mübarizə artırırsa, mübarizə sözünün zılsına görə zülalı götürdük və müqaviməti artırır deyirsə, artırıra görə A-nı götürdük və həyati proseslərə təsir edir, gəlirik yenə də nəyə dayanırıq? Dəri və gözlə əlaqələndiririk. Çünki həqiqətən də bizim gözümüz ən vacib həyatımızda yer alan orqanımızdır. Yəni gözümüz görməsə, zəif görsə həyati proseslərə təsir edər və dərimiz də yəni gözəl olsun istəyirik ki, ortada yəni biz həyati proseslərə nədir? Təsir edir. Bu, mən demirəm ki, yəni A vitamininə görə bunlar budur. Sadəcə o sözləri uyğunlaşdırıb yadda saxlamağınız üçün bu hissələri qeyd edirəm. Növbəti sual nümunəmizə baxıraq. Cavabımız oldu 35, 689, 35, 689 olur bizim C variantımız. Növbəti sual nümunəmizə baxaq. Hansı sual sizin üçün çətin olarsa, o hissələri qeyd edəcəm. Yenə də bu mövzu ilə bağlı sualda əvvəlcə şəklimizin nə olduğunu qeyd etməliyik biz. Şəkildə maya heç bir yerdə yoxdur, yalnız B vitamini var idi. Balıq bu hərfindən B vitamini, ətdə B vitamini kompleksi var. Kələmdən borş hazırlayıq, borş bu hərfi. Görürsünüz, tərəvəz və tərəvəzlər də var burada, dənli bitkilər də var. Bunlar B vitaminə bağlıdır. Deməli, əsasən bitki mənşəli yağlarda olur. Bu E vitamini oldu. İstemal zamanı 20-40%-ni itirir. Bəli, götürürük bunu. B vitamininə aiddir. İçini götürdük. Orqanizmin əsas enerji mənbəyidir. Bu yağ da bunu götürmürük. Orqanizmin müqaviməti artırır, immuniteti yüksəldir. İmmunitet 2 dənə M hərfi var. Mineral maddə də götürmürük. Mədə bağırsaq sinir sisteminin işinə təsir edir. Bəli, bu B vitaminidir. Bağırsaq B hərfi. B vitamini bu qeyd etmişdik. Təsir edir deyirdisə B vitamini deyirdik. Təmin edir deyirdisə mineral maddə olacaqdır. Karbohidratların həzmini tənzimləyir. Qan damar, mədə, bağırsaq sinir sisteminin işinə təsir edir. Eyni cümlədə biraz geniş formadadır. Karbohidrat bu hərfi, qan damar, mədə, bağırsaq bu hərfi. Yenə də B vitaminidir. Deməli, mədə bağırsaq orqanlarının fəaliyyətini tənzimləyir. Xırda damarları genişləndirir. Bu PP vitamini idi, götürmürük. Bir çox dənli və paxlalı bitkilərin tərkibində olur. Deməli, sualımızın cavabına gəlin bir daha da baxaq. 2, 5, 7, 8 də bura daxildir. Yəni, bir çox dənli və paxlalı bitkilərin tərkibində olur. Bəli, baxın, burada paxlalı bitki var,
Sonra deməli, dənli bitki, qarabaşaq var, çörək məsələn buğdadan alınır, dənli bitkidən alınır. Bir çox dənli bitki və paxlaların tərkibində B qrup vitamini var. Həm də biz yarmalarda demişdik ki, onların tərkibində B qrup vitamini, zülal və nişasta var. Oradan da yadda saxlaya bilər ki, yarma deyirsə, indi dənli bitki yarmalara aiddir də dənli bitkilərə. Oradan da yadda saxlaya bilər ki, B qrup vitamini də bura daxildir. 8-i də götürdük. 2, 5, 7, 8, 25, 78 yadımızda saxlayaq. Bizim doğru cavabımız olacaq Y variantı. Variant da silə bilərsiniz. Məsələn, burada xırda damarları genişləndirir. PP-yə aiddir. Düzdür? 6 olanları silirik. A variantını sildik. Başqa variant yoxdur, amma A variantını sildi. Sonra burada əsas enerji mənbəyi yağa aiddir, 3 də sildi. Deməli, biz burada D variantını da sildik. Yəni, variant silməsi edərək də sualımızın cavabını tapmış ola bilərsiniz. Onda işiniz daha da asanlaşar. Məsələn, 2-dən əminik. 2 olsun, amma 6 ilə 3 olmasın variantımızda. 2, burada D-ni sildik. Deməli, 2 var. Düzdür, 6 ilə 3 yoxdur, amma gəlin yenə də baxaq. Məsələn, deməli, 1 yoxdur burada, düzdür? Bitki mənşəli ərzaqlarda olur. Bu yoxdur. Ona görə 1 olanı da silerim. Növbəti sual nümunələrimizə baxaq. Müəllimlər, sonda cavabı qeyd edəcəksiniz və səhv düzünüzü siləcək, balınızı da ekranda görə biləcəksiniz və sınağı təkrar-təkrar işləmək şansınız ola biləcək. Sınaq MİQ imtahanından bir gün sonraya qədər aktiv olacaq. 17-ci sualımıza baxaraq, növbəti sual nümunəmiz biraz çaşdırıcı sualdır. Niyə? Çünki burada konveksiya rejimli sobaların əsas xüsusiyyətlərini istəyir bizdən, amma müəllimlər burada nədənsə kvarslı deməli, rejimli sobaların xüsusiyyətlərini variantlarda götürürlər. Müəllimələr, biz əslində bilməliyik ki, mikrodalğalı sobalar 3 rejimdə olur. Biri istilik elektrik, qızdırıcılı, biri kvarslı, biri də konveksiya rejimli. Məsələn, bizə bunu rəqəm olaraq da yaza bilər ki, mikrodalğalı soba neçə rejimdə? Rejimli sobaların növləri, müəyyən növləri var. Biz orada da 3-ü götürürük. Düzdür, biz çox vaxtı, məsələn, istilik elektrik qızdırıcı ilə kvarslının mənfi müsbət cəhətlərini uyğunlaşdırmışıq deyə elə bilirik ki, hə, yalnız bu iki iki rejimli sobalardan istifadə edirik. Yox, burada bizim konveksiya rejimli sobalarımız da var. Hətta onları fərqləndirən cəhət olaraq da biz konveksiya rejimli sobalarımızın da özünün öz xüsusiyyətləri var idi. Deməli, biz demişdik ki, konveksiya rejimli sobalar ətin və tərəvəzlərin, xəmir məmulatların və s. qızdırılması üçün istifadə oluna bilər. Əlavə olaraq demişdik ki, isti havanı kamera boyu sirkulyasiya edir və onun əsas xüsusiyyəti odur ki, sərinləşdiricisi olmalıdır. Biraz daha üstün formadadır. Yəni, istilik elektrikdən kvarslı yaxşıdır. Kvarslı rejimli sobalardan da konveksiya rejimli sobaların üstün cəhəti yüksəkdir. Bu formada yadda saxlayırıq. Ondan daha üstündə yadda saxlayırıq. Deməli, burada ətin, tərəvəzlərinin, xəmir məmulatlarının və s. qızdırması üçün istifadə oluna bilər. Hansı rejimli sobalardan? Konveksiya rejimli sobalardan. Burada onun sərinləşdiricisi var. Əsas üstünlüyü, əsas xüsusiyyəti odur ki, onun sərinləşdiricisi var. Bu sərinləşdiricinin də sayəsində isti havanı kamera boyu sirkulyasiya edə bilir. Deməli, burada biz variantda silə bilərik. Amma özümüz də bilməliyik ki, yəni hansında hansıdır. Deməli, ətin və tərəvəzlərin, xəmir məmulatlarının qızdırması üçün deyirsə, konveksiya rejimi olacaq. Biri götürdük. Bir qədər ucuzdur bu EEQ-ya, yəni istilik elektrik qızdırıcıya aiddir. Olduqca yavaş qızır. Yenə də EEQ istilik elektrik qızdırıcı qrillər. Onu təmizləmək asan deyil. Yenə də istilik elektrik qızdırıcı qrillə aiddir. Deməli, isti havanı kamera boyu sirkulyasiya edir. Dedi ki, konveksiya rejimli grillimiz, deməli, KV yazıram. Deməli, konveksiya rejimli grillərimizə aiddir. Deməli, kameranın daxilində nisbətən az yer tutan kvarslı idi. Kvarsla, baxın, kvarslım. Amma burada konveksiya yazılıb. Bizdə şərtdə konveksiyanı istəyir. Kameranın daxilində az yer tutan kvarslıdır.
Asan təmizlənən kvarslıdır. Əsas xüsusiyyətini sərinləşdiricinin olması konveksiya rejimli mikrodalğalı sobalarda qeyd edə bilərik. Deməli, bizdən konveksiya rejimli sobaların xüsusiyyətlərini istədiyinə görə biz burada 1-i, 5-i və 8-i götürürük. Doğru cavabımız olacaq C variantı. Növbəti sual nümunəmizə baxırıq. Bildiyiniz kimi imtahanda qarşımıza, yəni məsələ tipli suallar da düşə bilər deyə bu situasiyamız məsələ tipidir. Gəlin baxaq. Deməli deyir ki, nə çətin, abartılı, qarma-qarışıq deyil. Yəni həll edə bilməyəcəyiniz bir formada deyil. Çox müəllimimizin öhdəsindən gələcəyi bir hissədir. Yəni biz əgər öyrənmişiksə, qoyun cəmdəyinin neçə faizi itkiyə gedir. İndi biz o dərsi şagirdlərə izah edən zaman şagirdlərdə sual yaranır ki, müəllimə, yaxşı 28% itkiyə gedir. Bəs nə qədər ət qalır yerdə? Bir qoyundan nə qədər, neçə kiloqram itici yaranır? Yəni bu sualları bizə şagirdlər ünvanlayacaq. Yəni bir müəllim olaraq biz bu sualların cavabını bilmək üçün bir neçə hesablamadan istifadə etməliyik. Ona görə mən bu hissədə, bu situasiyamda bu hissəyə toxunmuşam. Əsasən də sertifikasiya müəllimələrinə aiddir. Gəlin baxaq. Bir qəssab mağazasına 50 kiloqram çəkisində bir bütöv qoyun cəmdəyi gətirilir. Müştəri qəssaba bildirir ki, sümükləri və vətərləri tam təmizləsin, ona ancaq təmiz ət lazımdır. Qəssab itki normasını əsas götürərək sümükləri ayırmağa başlayır. İtki normamız nə qədər idi müəllimələr? 28% düzdür. İtki normamız 28% idi. Burada yazmayıb, onu biz bilirik. Deməli, emaldan sonra ayrılan itki neçə kiloqram? Yəni bu 50 kiloqramın 28%-ni tapırıq, onun itkini tapırıq nə qədərdir? Və yerdə qalan, deməli, axı təmiz ət istədi o. Deməli, yerdə qalan, yəni qəssabın əlində neçə kiloqram təmiz, xalis ət qalar, onu tapırıq. Deməli, birinci biz 50 kiloqram ət var əlimizdə. Yəni, qoyunun çəkisi, cəmdəyi 50 kiloqramdır. 50 kiloqramın 28%-ni tapmalıyıq. 50 kiloqramın 28%-ni tapırıq. 50-ni vururuq, 28-ə bölürük 100-ə. Sonra aldığımız cavabı 50 kiloqramdan çıxırıq. Çünki biz 50 kiloqram onun çəkisidir. Artıqları, çıxan hissələri, vətərlərdir, sümüklərdir, itkisi 28%. Biz o 28%-i tapırıq. Deməli, çəkidən itkini çıxıb təmiz ət nə qədərdir, onu biz təyin etmiş oluruq. Gəlin baxaq. Burada ixtisar aparırıq. 50 ilə 100-ü ixtisar edirik. Deməli, 50-ni buradan sildik. Burada 50-ni sildik. 100-lə 50 ixtisara 2 dəfə. 28-də böldük 2-yə, aldıq 14. Deməli, itki oldu 14 kiloqram. 50 kiloqram ətin 14 kiloqramı oldu itki. İndi biz 50-dən 14-ü çıxırıq. Yerdə qalan təmiz ət nə qədərdir? Onu təyin edirik. Yerdə qalan təmiz ətimiz olur 36 kiloqram. Deməli, itki olub 14 kiloqram, qalan ət olub 36 kiloqram. Cavabımız olub burada C variantı. Növbəti sual nümunəmizə baxırıq. Müəllimələr, buyurun. Növbəti sualımıza keçid edirik. 25-ci sualımıza baxarıq. Sualda bizdən istəyir. Uyğunsuzluğu yazın. Hər zaman sualın şərtinə önəm veririk müəllimələr. Bəzən sualın cavabını bilsək belə şərti doğru oxumasaq, şərtdə diqqətli olmasaq, sualımızın cavabına səhv yazarıq. Uyğunsuzluğu deyirsə, deməli burada yanlışları götürürük biz. Uyğun olanları deyil, uyğun gəlməyənləri. Yəni buradakı anlayışla cavab uyğun gəlmirsə, biz həmin variantları götürəcəyik. Deməli, A-da qeyd olunur ki, quru təmizləmə qadağandır. 40 dərəcədən artıq olmayan temperaturda əl ilə ehtiyatla yuyulur. Bu ipək parçalara da aiddir əslində. Yun parçalara da aiddir. Bunu götürmürük, çünki burada bir uyğunluğun pozulması bir halı baş verməyib. İpək parçalar əslində uyğunluqsuzluq pozula bilərdi. Niyə? İndi sizə deyəcəm. Deməli, təkcə ipək parçalara aiddir. İndi onu izah edim də sizə. Baxın, quru təmizləmə qadağandır deyirsə, burada təkcə ipəyi götürürük.
Yox, əgər desəydi ki, 40 dərəcədən artıq olmayan temperaturda əl ilə ehtiyatla yuyulur, o zaman uyğunsuzluq pozulardı. Çünki orada biz təkcə ipəyi yox, ikisini götürməliyik. Məsələn, ipək və yun. İkisi də 40 dərəcədən artıq olmayan temperaturda əl ilə ehtiyatla yuyulur. Sadəcə bizə deyir ki, quru təmizləmə qadağandır. Biz də bilirik ki, quru təmizləmə aparılır yun parçalarda, pambıq parçalarda, deməli, kətan parçalarda. Amma ipəkdə quru təmizləmə demişdik ki, qadağandır. Həm ipək daha həssasdır, onun ütülmə dərəcəsi də azdır, 110 dərəcədə. Həm də biz bu formada əlaqələndirmişdik ki, ipək sözündə U hərfi yoxdur, amma yun sözündə U hərfi var. Quru təmizləmə sözündə də U hərfi var deyə əlaqələndirmişdik ki, quru təmizləmə aparılır yundadır. Çünki quruda U hərfi var, yun sözündə də U hərfi var. Amma ipək sözündə U hərfi yoxdur. Deməli, ipəklə quru təmizləmənin ortaq cəhəti yoxdur demişdik. Yəni U hərfinə görə. Deməli, burada uyğunluq gözlənilib. Niyə? Çünki quru təmizləmə qadağandır. Hansı parçaya? İpək parçaya. B-yə baxırıq. Paltaryan maşının barabanında qurutmaq olar. Pambıq və kətan parçalar. Demişdik ki, onlar həssas deyil. Yəni, onların yuma dərəcəsi də, ütülənmə temperaturu da yüksək olduğuna görə onları paltaryan maşının barabanda da quruda bilərik. Bu da doğru fikirdir. Burada uyğunluq gözlənilib. C-yə baxırıq. Ütünün altı 150 dərəcə temperatura qədər olduqda ütülənir. Yun parçalar, bu da tamamilə doğrudur. Biz demişdik ki, sintetik 100, ipək 110, yun 150, pambıq kətan 180, 200. Yəni demişdik ki, parçanın qalınlığı artdıqca onun davamlılığı, dözümlülüyü artır. Məsələn, ipək yundan, yəni biraz nazik olduğuna görə, quruluşuna görə orada dərəcəmiz az götürmüşdük ki, o həssasdır. Doğrudur, burada heç bir uyğunsuzluq yoxdur, uyğunluq gözlənilmişdir. D-yə baxırıq, xlor tərkibli maddələrlə ağartmaq olmaz. Rəngli parçalar. Müəllimlər, bu bizim dərsimizdə olsa da olmasa da biz bunu hər birimiz bilirik ki, rəngli parçaları biz xlorlu suda yumuruq, xlor maddələrini ağarda bilmərik, düzdür? Burada da uyğunluq gözlənilib, doğrudur. Rəngli parçaları xlor maddələri ilə ağarda bilmərik. E-yə baxırıq, 40 dərəcədən artıq olmayan temperaturda əl ilə ehtiyatla yuyulur, yüngülcə burmadan sıxılır, ipək parçalar. Demirəm, bu yanlışdır. Demirəm, o uyğunsuzluq burada pozulub. Düzdür, ipək parçalarda var, amma burada yun da yazmalıydıq biz, düzdür? Yəni, təkcə ipək qeyd olunub. Təkcə ipək olduğuna görə burada uyğunsuzluq gözlənib, yəni uyğunluq gözlənməyib. Niyə? Çünki burada ipək və yun yazmalıydıq biz. İpək və yun. İkisinə də aid idi. Deməli, biz xlor tərkibli maddələrlə ağartma 40 dərəcədən artıq olmayan temperaturda əl ilə ehtiyatla yuyulur, yüngülcə burulmadan sıxılır deyirsə, təkcə ipək yox, həm də bura biz yun parçaları aid etməliydik, düzdür? Ona görə burada hələ ki uyğunsuzluq gözlənilib. Ə-yə baxırıq, quru təmizləmə qadağandır. 40 dərəcədən artıq olmayan temperaturda əl ilə ehtiyatla yuyulur. Yazıb ipək doğrudur. İpəyə quru təmizləmə qadağandır. Deməli, ipəyi 40 dərəcədən artıq olmayan temperaturda biz ehtiyatla yuyuruq. Amma yun yoxdur axı burada. Yunda quru təmizləmə qadağandır demirik axı. Yuna quru təmizləmə olar. Yunda quru təmizləmə aparıla bilirdi. Bircə yadda saxlayın ki, quru təmizləmə aparıla bilməz ipəkdə. Bu fikir yalnız ipəyə aid idi. Deməli, biz burada E-ni götürürük, Ə-ni götürürük. Uyğunsuzluq burada pozulub, yəni uyğunluq gözlənilməyib deyə bunları hələ ki götürürük. Sonuncuya baxaq, F-ə baxaq. Nəm məmulat müstəvi səthdə sərilmiş halda qurudulur. İpək və yun parçalar. Müəllimələr, bu yanlışdır. İpək yox, yalnız yun parçalarda biz demişdik ki, nəm məmulat müstəvi səthdə sərilmiş halda qurudulur. Onu da belə yadda saxlamışdıq ki, biz yun parça deyil, yun parça ilə kənara çıxırıq, biz qoyunun yunundan əlaqələndiririk. Məsələn, əvvəllər nənələrimiz yunu necə qurudurdu? Yunu yuyurdular və onu setka üzərində, setka bir tor şəklində setka üzərində neynirdilər? Onu sərib qurudular, düzdür? Məsələn, biz yunu, düşünün ki, qoyunun yununu biz sərili halda quruda bilərik? Yox. Onu asılmış halda quruduruq, xeyr. Onu müstəvi səthdə sərib quruduruq, düzdür? Bax, buradakı yun parçaları parça olaraq deyil, yun olaraq yadda saxlasanız, müstəvi səthdə sərilərək qurudulur deyəndə,
orada yunu yadınızda saxlayın. İndi burada ipək və yun yazılıb. İpək olmadığına görə, ipək burada yanlış olduğuna görə, təkcə yun olmalı olduğuna görə bu da yanlışdır. Burada da uyğunsuzluq yəni pozulub, uyğunluq pozulmuşdur. Uyğunsuzluq burada da var. Niyə? Çünki müstəvi səthdə sərilmiş halda qurudulur deyirsə, burada cavab yalnız yun parça olacaqdır. İpək burada deyil. İpək, yun ikisi də deməli asılı vəziyyətdə sərilib qurudulur. Hətta onun simvolu da var idi. Sadəcə bəzi yun parçalar var ki, onlar müstəvi səthdə sərili halda qurudulur. Ona görə də biz onu yunla əlaqələndirdik və burada da artıq əminliklə deyə bilirik ki, bu yanlışdır. Bu fikir yalnız yuna aid idi. Uyğunsuzluq burada var. Düzdür? F-i də götürürük, F də yanlışdır. İndi cavablarımızda biz baxırıq deməli Y, Ə və F-i götürürük. İndi sizlə variant silmə metodunu da işləyəcəm müəllimələr. Hələ ki cavabımızı götürək. Doğru cavabımızı biz qeyd edək ki, C variantıdır. E, Ə, F. İndi sizinlə gəlin biz variant silmə metoduna da biraz nəzər yetirək. Çünki hər şeyi hər kəs biləcək deyə bir şey yoxdur. Bəzən bu üsullardan da istifadə etmək lazımdır. Deməli, burada A variantı bilirik ki, doğrudur, düzdür. Ən azından A olmasa da D variantı bilirik ki, doğrudur. Nə olur olsun D variantını hər kəs bilir ki, xlor tərkibli maddələrlə artmaq olmaz, rəngli parçaları. Uyğunsuzluq deyir. Bu doğru olduğuna görə götürmürük. D olanları biz silirik. Cavabda D variantı olanları silirik. Deməli, D variantı Y-də də var, B-də də var. Sildik. B və Y variantlarını biz sildik. Sonra başqa nədən əminik? Deməli, biz burada əminik, 150 dərəcə əminik də, hər kəs bunu bilir. Bunu bilməyən yoxdur ki, ütünün altı 150 dərəcə temperaturda ütülənir deyirsən, yun parçadır. Bunu hər kəs bilir. Deməli, C variantı da doğrudur. Biz bunu doğru olsa da götürə bilmərik. Çünki bizdən yanlışı istəyir, uyğunsuzluğu istəyir. Deməli, biz burada D və C olanları silməliyik variantdan. A variantında C var, D olmasa da C var. Bizə kömək etdi, A-nı sildik. B-də D var, B-ni sildik. D variantında C var, C-ni sildik. Y variantında D var, D-ni sildik. Deməli, burada biz nə etdik? Artıq cavabımız özü məlum oldu. Düzdür, bilməliyik. Hər bir hissəni özümüz dəqiq bilməliyik. Amma bilmədiyimiz an olsa, əmin olmasaq, özümüzü sığartılmaq üçün bu üsullardan təbii ki, istifadə etməliyik. Artıq cavab çıxdı. Düzdür, müəllimlər. İki variantdan dəqiq əmin idim ki, bunlar sualımın cavabı ola bilməz. Və variantı sildim. Yalnız bir variantda, C variantında nə D, nə də deməli C yox idi deyə elə cavabı bu formada da götürə bilərəm. Tək ki, özünüz bütün hissələri bilin, bunlara ehtiyacınız qalmasın variant silməyə. Amma variant silmək də gözəl bir metoddur. Davam edirik müəllimlər. 29-cu sualda gözəl bir sual var. Gəlin ona baxaq. Deməli, verilmiş təsvirlər əsasən onlara aid olan texniki xüsusiyyətlər və deməli, quraşdırılma şərtlərinə uyğun olanları yazın. Deməli, yəni texniki xüsusiyyətlərinə əsasən, quraşdırılmasına əsasən uyğunluğu burada yazırıq. Birinci, biz nə olur olsun şəkillərimizi bilməliyik. Şəkil tipli sualdırsa, şəkildə hissədir, şəkilin adıdır, nədir bilməliyik biz hamımız, düzdür? Baxın, A-da butulka varis fondu, baş hərflərlə yazıram. A-da butulka varis fondu, düzdür? Biz burada birinci sifonlarımızın özümüz adlarını bilək, şəkillərinin adını dəqiq bilək, sonra sualımızın cavabını taparıq. Heç bir yeri tələsmirik. Adları qeyd etdiyim müəllimlər, A-da deməli butulka varis fondu. Biraz yaxınlaşdırım şəkili sizin üçün. A-da butulka varis fondu, B-də S varis fondu. Görürsünüz? Deməli, üzülü sayın deməli, eynidir. S vari həm də D şəkili deyə bilərik. A-da baxın, butulkaya bənzəyir deyə. Butulka varis fondu, düzdür, birincidə. İkinci şəkilimizdə S hərfinə bənzəyir deyə, bax, S hərfinə bənzəyir deyə. Olacaq bu S vari və diz şəkilli. Bax, bunu biz necə yadda saxlayırıq? Sanki bir insandır. Dizini, baxın, yerə qoyub. Baxın, müəllimlər. Sanki bizim, yəni, əyilmişik, sifonu təmir edirik, dizimiz, baxın, yerdədir. Bax, dizə bənzər. İnsanın dizini yerə qoymuşuq, sanki diz çökmüşük. Yəni, ona görə diz şəkilli, bunun adı, yəni, diz şəkillidir bu sifonumuz. Bu sifonumuzda U şəkillidir, U hərfinə, çapını U hərfinə bənzəyir, düzdür?
U şəkillidir. Bu da məlum formasında məlumdur ki, bunların səhti hamardır. Amma burada görürsünüz büzməli sifon növüdür. Yəni bunu da biz belə ki, bu da bizim olacaq büzməli sifonumuz. Bura adları qeyd etmişəm. Büzməli sifonumuz. Deməli biz şəkilləri bildiksə, adlarını adlandırdıqsa, indi sualımızın şərtinə baxaq görək bizdə hansı sifon növü ilə bağlı hansı xüsusiyyət verilmişdir. Gəlin baxaq. Deyir ki, quraşdırılması üçün istifadə olunan alətlər. Yasta dodaq kəlbətin, bircə dəqiqə, hə. Yasta dodaq kəlbətin, montaj bıçağı, vint açan, boru üçüncülü asar küpləşdirici, silikon. Baxın, Məlmər, biz demişdik ki, butulka varis sifonu quraşdırmaq üçün yasta dodaq kəlbətindən, montaj bıçağından, vint açandan, boru üçüncülü asardan, küpləşdirici silikondan istifadə olunur. Hansı sifondan? Butulka varis sifonda. Şəkildə butulka varis sifonumuz hardadır? A-dadır. Deməli, birdə yazılan fikir aid olur A-ya, düzdür? Mən burada yazıram 1A. 1-ə yazıram A. 2-də olan fikrə baxıram. Görüm 2-də yazılan fikir hansı şəklimlə uyğunluq təşkil edir. Vannanın duş kabinasının və unitazın altına quraşdırılır. Müəllimlər, burada açar sözümüz Z hərfidir. Baxın, unitaz, unitazın diz şəkilli Z hərfi, unitaz Z hərfi. Yəni unitazın deyirsə, diz şəkilli sifonu götürəcək. Orada adında Z hərfi var. Əlavə olaraq da baxın elə müəllimlər, duş kabinasının deyir. Duş kabinası D hərfindən başlayır. Diz sözü də D hərfindən başlayır. Duş sözü də 3 hərfdən ibarətdir. Diz sözü də 3 hərfdən ibarətdir. Əlavə olaraq bir açar sözümüz də var burada. Deyir ki, unitazın altına quraşdırılır. Bax, biz nəyinsə, məsələn, biz divanın altına əyilib oradan nəsə götürmək istəyəndə nə edirik? Dizimizi yerə qoyuruq. Düzdür, müəllimlər? Nəyinsə altına, nəysə quraşdıranda nə edirik? Əyilirik də dizimizi yerə qoyuruq. Düzdür? Deməli, sanki unitazın altına bu sifonu quraşdıran zaman dizimizi yerə qoyuruq deyə, yəni dizimiz bu şəkildə B-də gördüyümüz vəziyyətdə olduğuna görə biz bunu əlaqələndirib yadda saxladıq. Davam edirik. Deyir ki, nadir hallarda su buraxır. 2-də aid etdik biz, 2-ni B-yə aid etdik. Deməli, B-də olan diz şəkilli sifonumuza aid etdik. 3-ə baxırıq. Deyir, nadir hallarda su buraxır. Olduqca az birləşmə nöqtəsi var. Nadir hallarda da su buraxmasının səbəbi odur ki, yəni az birləşmə nöqtəsi var da, elə də birləşmə nöqtəsi yoxdur. Gəlin onu da deyək sizə. Baxın, burada butulka varis sifonu görürsünüz. Arakat var, burada qayka var. Nə qədər birləşmə nöqtəsi var görürsünüz. Bunun birləşmə nöqtələri var. U şəklinin baxın nə qədər birləşmə nöqtəsi var. Bu maviler arakatlardır. Amma büzməli sifonun, yəni bir dənə deməli sifon suyun axıb getməsi üçün də, yəni kanalizasiya sisteminə quraşdırılıb. Bir də məsələn vannaya deməli duş kabinasıdır, unitazı buna məsələn də indi onlara quraşdırılıb həmin hissəyə. Deməli bunun elə də birləşmə nöqtəsi yoxdur. Ona görə az nadir hallarda su buraxır. 3-ə də aid olur D. Amma burada C ilə bağlı heç bir fikir biz demədik, düzdür? Yəni bu C şəkli bəlkə variantlardan da C-ni artıq silə bilərik. Məsələn, A variantını sildik, çünki C ilə bağlı heç bir fikir demədik. Deməli, cavabımız olacaq 1A, 2B, 3D. Davam edirik müəllimələr. 1A, 2B, 3D baxaq görək hansı variantdadır? 1A, 2B, 3D. A, B, amma 3D-də diqqət olaq deməli. 1A, 2B, 3D. Elə doğru cavabımız olacaq B variantı. Növbəti sualımıza baxırıq. Mənmələr yenə də şəkil tipli bir sualdır. Hansı variant təsvirdə verilmiş hörmə üsuluna aiddir? Əvvəla biz bilək ki, bu hörmə hansı hörmə növüdür, düzdür? Baxın mənlər, bu xaçvari hörmədir. Niyə? Çünki xaçvari hörmədə biz demişdik ki, 3 muncuq taxılır, 4-cü muncuq qarşıya hörmə üsulu ilə yerinə yetirilir, düzdür? Bax, bir dənə mən bu şəkilləri sizə yaxınlaşdırım. Baxın mənmələr. Bir muncuq burada rənglərlə seçilir. Baxın, bax, qırmızı bir muncuq var. 2 və 3. Düzdür? 3 muncuq taxdıq. Düzdür? Düz sadə formada. Baxın, bu 4-cü yaşıl muncuq var. Görürsünüz?
Bu qarşıya hörmə üsulundan taxılıb. Niyə? Çünki bax saplar ikisi də bu dördüncü muncuqdan keçirilib, dartılıb. Yəni baxın bir muncuq, 2, 3. Dördüncü burada gördüğünüz bu dördüncü muncuq qarşıya hörmə üsulu ilə keçilir. Düzdür? Bax bu muncuqda olan bu sap gəlib bundan keçəcək. Bu muncuqda olan sap da buradan keçəcək, dartılacaq. Sonra yenə də bura bir muncuq taxılacaq. Burada bir muncuq taxılacaq. 3 olacaq da bundan bir yerdə 3 olacaq. Düzdür? Sonra yenə də baxın bu muncuq dördüncü qarşıya hörmə üsulu ilə keçiriləcək, belə davam ediləcək. Deməli burada 4 dənə 3 muncuq taxandan sonra dördüncü muncuğu qarşıya örmə üsulu ilə görürsünüz, bu muncuqdan 2 dənə həm qara sap keçib, həm qırmızı oxlarla göstərib. Məsələn, qırmızı sap keçib. Belə deyək də, həm qırmızı oxlar var, həm qara oxlar var. Dördüncü muncuqdan 2 sap keçirib. O da hardaydı? Qarşıya hörmə üsulundaydı. Düzdür? Həm onunla yadda saxladıq, həm də burada görürsünüz, xaça oxşuyur. Baxın, xaç formasındadır sanki. Ya da x hərfindən yadda saxlayın. Xaçvarinin x-sından yadda saxlayın. Xaç formasındadır. Düzdür müəllimlər? Hə, deməli biz şəklimizi bildik ki, bu hansı hörmədir? Xaçvari hörmə. Gəlin baxaq. Bu xaçvari hörmə ilə bağlı variantımızda hansı fikir varsa, onu götürürük sualımızın cavabı olaraq. Deməli A variantında deyir ki, indi şəklimizi gördük. Bax bura yazıram xaçvari. Yadımızda qalsın yenə də. Xaçvaridir muncuq hörmə üsulumuz. Xaçvari düzdür. A-da qeyd olunub ki, adı qeyd olunub. Əks istiqamətdə yerdə qalan muncuqları keçirmək lazımdır. Yalnız bir sapdan istifadə olunur. Bax, burada əks istiqaməti varsa, iynəyə bənzər hörmədir. Yəni, burada bizim sualımızın cavabı ola bilməz, xaçvaridir, onu götürmürük. Həm də baxın, bunu bilmirsiniz, yaxşı unutmuşsunuz da iynəyə bənzər hörməni. Burada deyir ki, yalnız bir sapdan istifadə olunur. Axı biz dedik, xaçvari hörmə 2 iplə də hörmə adlanır, düzdür? Ona görə bu variant bizim yanlış olduğunu burada yazılan fikir bizə kömək etdi. B variantına baxırıq, muncuq dənələrinin nizamlı və sıx yerləşməsi üçün sap dartılır. Bu, qarşıya hörmə üsulundaydı, yəni bu xaçvaridə deyildi. Çox müəllim burada C variantını götürüb. Elə imtahanda da 1-2 sual belə çaşdırıcı olur. Yəni varianta görə sual bilirsiniz. Sadəcə variantda oxşarlıq olur. Elə bir variant qoyurlar ki, sizin səhv edə biləcəyiniz, o variantı götürə biləcəyiniz bir variant qeyd olun. Mən də siz də bu variantı səhv edəsiniz deyə mən burada bu 4 rəqəmin yazmışam ki, 4-cü muncuq qarşıya hörmə üsula bərkidir. Bəli, bu düzdür. Xaçvaridə var belə fikir. Amma biz niyə sona qədər oxumuruq müəllimələr? Niyə C-ni oxuduq? Hə, cavabı tapmışam, artıq hər şey yaxşı deyib o birilərinə baxmırıq ki, bəlkə bu səhvdir, bəlkə D-yə də baxım, yenə cavabı tapmışam, D-yə də baxım. Qoy D-nin yanlış olduğunu bilim, E-nin də yanlış olduğunu bilim, yenə sonda C-ni qeyd edərəm. Düzdür? Baxırıq. 4-cü muncuq qarşı hörməsilə bərkidir, doğrudur, razıyam. Amma ardı var bunun. Deyir ki, 2 sapla, daha doğrusu bir sapın və ya məftilin 2 ucu ilə yerinə yetirilir. Bu fikir artıq bu hissəni, birinci hissəni, ikinci hissə uyğun gəlmədi, təsdiq etmədi, düzdür? Birinci hissə ola bilər, xaçvari hörmə ilə aid ola bilər, doğru ola bilər, amma ikinci hissə paralel hörməyə aiddir. Ona görə bu C yanlışdır. Bilirəm ki, çox müəllimlər burada bunu götürüb sınağı əldə edən müəllimlərimiz, yəni belə bu formada onlayn işləyən müəllimlərimiz, mən nəticələri görürəm də kim hansı sualda çətinlik edib, ona görə mən bu sualları izah etdim əsas sizə, hansı suallarda çətinlik yaşayıblar. Ən çox o suallara mən üstünlük verdim. Burada çox müəllim C variantını götürüb, mən bilirdim C-ni götürəcəklər, yəni mən sualı hazırlayanda nəyi səhv edə bilərsiniz, onu yazdım. Bunu da sizin həvəsdən düşürmək üçün deyil, nə qədər səhv etsəniz, o qədər güclənəcəksiniz. Bax, insan həyatda da bir səhv edir, növbəti dəfə, yəni həmin addımı atanda 2 dəfə fikirləşir ki, mən bir zaman bunu etdim, artıq bu yanlışı yol verməyəcəm. Nəyə diqqət etməli olduğumu bilirəm. Düzdür müəllimlər? Test də elədi, səhv etdiniz, növbəti dəfə mən burada səhv etdim, bu dəfə daha diqqətli olun. Məsələn, hansı bir uyğunluğu təşkil edir, uyğunsuzluğu götürün deyəndə uyğunluğu, uyğunsuzluq oxumusunuzsa, uyğunsuzluğu uyğunluq olaraq qeyd etmisinizsə, heç vaxt siz o uyğunlaşdırma sualında səhv etməyəcəksiniz. Çünki bilirsiniz ki, o sual işləyəndə deyəcəksiniz, hə, mən bir dəfə uyğunluğu məndən istəmirdi, uyğunsuzluğu istəyirdim, mən orada uyğunluğu götürmüşəm, səhv etmişəm. Hər dəfə o tip sual görəndə daha da diqqətli olacaqsınız. Belə müəllimlər, cavabımıza baxaq, hələ də deyil, C deyil, C-ni götürmürük. D-yə bax, E-yə baxırıq. D-yə baxırıq.
Məftil lazım olduğundan artıq burulur. Bu ilcəklərlə hörməyə aiddir. Bu hissə heç yəni bizim xaçvarıya aid deyil. Həm də burada ikinci hissədə yanlışdır. Deyir ki, tilov ipindən istifadə olunur. Burada da paralel hörmədə biz tilov ipindən istifadə edirdik. Burada cümlənin ikisi də yanlışdır. Y variantına baxırıq. İki iplə hörmə də adlanır. Düz deyir, iki iplə hörmə də adlanırdı, xaçvarı hörmə. Hətta imtahana belə düşmüşdü bu cümlə. Qısa konkret. İki iplə hörmə də adlanır, xaçvarı hörmə. Sonra ip iki ucundan götürülür. Ortasına 3 muncuq dənəsi keçirilir. 1, 2, 3, 3 muncuq dənəsi keçirilir. Dördüncü muncuq dənəsi qarşıya hörmə üsulla bərkidilir. Deməli, bizim doğru cavabımız olacaq Y variantı. Belə müəllimlər, cavabımızı Y variantı götürdük. Növbəti və sonuncu sualımıza baxırıq. Əziz müəllimlər, testi əldə etmək istəyirsinizsə, yəni mən sizinlə bir neçə sualı burada paylaşdım ki, həm testin keyfiyyəti ilə tanış olasınız, həm bir neçə sual işləmiş olasınız ki, imtahanda daha da göz açıq olun. Seçmə suallardır bu izah etdiyim suallar. Harda səhv edə bilərsiniz, həmin hissələrə toxunmuşam. Deməli, elə bu bizim sonuncu sualımız idi. Müəllimlər, 32-ci sual. Hansı hissələrdə çətinlik çəkə bilərsinizsə, həmin hissələri qeyd etdim. Dinlədiyiniz üçün təşəkkürlər müəllimlər. Hər birinizə uğurlar arzu edirəm. Hər biriniz əziyyət çəkirsiniz bilirəm. İnşallah əziyyətinizin bəhrəsini görərsiniz. Əziyyət varsa nəticə də var. Gec-tez inanın ki, hər şey ürəyiniz istədiyi kimi olacaq. Sadəcə siz yorulmayın. Burada az müddət qalır. Çalışın. Səhvlərim çıxır deyə, yəni sıxılmayın. Səhvləri çalışın. Yazın, öyrənin. Hansısa bir üsulla da olsa öyrənin. Hər şey yaxşı olacaq inşallah. Sonda qeyd edim ki, cavabınız necə görünəcək, həmin hissəni də qeyd edin. Cavablarınızı sonda görəcəyiniz hissəyə baxaq. Son olaraq bir düşündürücü sualımız var. Gəlin ona da baxaq. Situasiya sualıdır. Gültəkin müəllimə şagirdlərə texnologiya dərsində bal şəkər şərbətini hazır, üzrsən, bu sadə sualdır. Baxın, mən bunu demirdim. O sualda yəni şərbətin miqdarı izah edir dərsi, sonra şagirdlər cavablar verirlər, müəyyən cavab verirlər və şagirdin hansı hissədə yanlışa yol verib onu istəyir. O sual əslində elə də çətin deyil, biraz düşündürücüdür, amma çox da çətin deyil. Amma buradakı situasiya ona baxanda daha da düşündürücü olduğuna görə, çaşdırıcı olduğuna görə, yəni müəllimlər bu sualda da səhv ediblər deyə, sınaq əldə edib işləyən müəllimlərimiz bu sualda çoxsu yanlışa yol veribdir. İstəyirəm bu sual izah edim. O sualın demirəm asandır. Buna baxanda, yəni tapmaq olur sualın cavabını. Amma bu sual həqiqətən də biraz düşündürücü, çaşdırıcı sual. Gəlin baxaq. Deməli, karandaş istehsalı ilə məşğul olan bir müəssisə yeni xammal partiyası qəbul edir. Ambara gətirilən meşə materiallarının uzunluğu 3 metrdir. Deməli, karandaş istehsalı ilə məşğul olan bir müəssisə var. Ambara gətirilən materialların uzunluğu 3 metrdir. Texnoloq bu materialları sənədləşdirərkən onların növünü təyin etməlidir. Mətnə əsasən, karandaş hazırlamaq üçün nəzərdə tutulan və uzunluğu 3 metr olan bu mişarlanmış meşə materialı necə adlanır? Müəllimələr, burada çox müəllim, buradakı uzunluğu 3 metrə görə, uzunluğu 3 metr olan mişarlanmış meşə materialı sözünə görə sualın cavabını şalban götürüblər. Bilirəm, indi siz də bəlkə də şalban deyirsiniz, bəlkə də şalban deməyən müəllimələr də var. Karandaş sözünə görə tir deyən müəllimələr də var. Sualın cavabına B variantı qeyd edən müəllimələrimiz də var bəlkə də aramızda. Yəni, həmin cavabı B götürənlər çox diqqətlidirlər. Onlardan yüksək nəticə gözləyirik. Amma digər müəllimələr də üzülməsin, həqiqətən də çaşdırıcı bir hissədir. Çünki suala baxanda yəni yalnız 3 rəqəmi gözümüzə çarpır. Biz də bilirik ki, 2 metrə qədər qısa meşə materialı kötük idi. 2, 4, baxın, 2, 4 metr. Düzdür, tirdə idi. 3-dən də çox şalbandaydı. Bax, 3-dən çox, 3 ya da ki, ondan çox şalbandaydı, düzdür? İndi niyə biz burada 3-ü görən kimi şalban götürək? Bizə deyir ki, karandaş. Bax, biz demişdik ki, karandaşdır, xizəkdir. Bunları hazırlamaq üçün uzunluğu 2-4 metr olan tirdən istifadə edirdik, düzdür? Bax, burada 3
3 doğrudur, 3 yanlış değil. Niye? Çünkü 2 4 arası. Yani burada 2,5 metre de olabilir, 3,1 de olabilir, 3'ün özü de olabilir. 2'den 4'e kadardır. Yani bu 3 olub deyə yanlış demirik. Çünkü 2 4 metr tirdə var onsuz da. Ondan əlavə biz demişdik ki, karandaş xizək. Və görürsünüz, karandaş hazırlamaq üçün karandaş istehsalı. Görürsünüz müəllimlər, karandaş istehsalı deyir, karandaş hazırlamaq üçün deyir. Karandaş sözlərini də burada dəfələrlə vurğulayır. Yəni yalnız burada 3-ə görə, 3 metrə görə şalbanı götürmürük. Tirdə 2 4, yəni 3 metr ola bilər. 2 4 arasıdır, düzdür? Əsas burada karandaş sözlərinə diqqət etməliyik. Əlavə olaraq da yəni 3 yalnız şalbanda olacaq deyə bir şey yoxdur. Tirdə 2 4 olduğuna görə 3 2-dən 4-ə qədər olan rəqəmlərdə 3 də var. Ölçü vahidimizi 3 də deyə bilərik. 3 metr bura aid edə bilirik. Yenə də sualı təkrarən bir dəfə də oxuyum, sonuncu dəfə sizin üçün aydın olsun. Karandaş istehsalı məşğul olan bir müəssisə var. Nə istehsalı ilə? Karandaş ilə. Karandaş hardaydı? Tirdəydi, düzdür? Karandaşdır, xizəkdir, bunlar tirdəydi. Sonra uzunluğu 3 metrdir. Hələ ki uzunluğuna işimiz olmasın. Mətnə əsasən karandaş hazırlamaq üçün nəzərdə tutulan və uzunluğu 3 metr olan bu mişarlanmış meşə materialı nə adlanır? Karandaş hazırlamaq üçün deyirsə, niyə biz bu 3-ə görə şalbanı götürək? Elə birbaşa cavabda tiri götürək, düzdür? Olacaq tir. Belə müəllimələr, nəticəmizə baxaq. Neçə sualımızı doğru qeyd etmişik? Gəlin baxaq. Baxın müəllimlər, düzgün cavab 50, səhv cavab 1, cavablandırmamış 0. Yekun balımız 100 bal. İnşallah imtahanda da buna uyğun yaxın bir nəticə toplayarsınız. 90 pilosu hər biriniz toplayarsınız. Sertifikasiyada hər biriniz inşallah 50 pilosu toplamaq qismət olar. Sonda səhvlərinizə, düzlərinizə baxma şansınız olacaq. Sınaq MİQ imtahanının səhərisi gününə qədər aktiv olacaq. Sınağı bir dəfə işləyib, sonra yenidən istədiyiniz vaxtı təkrar işləyə biləcəksiniz müəllimələr. Hər birinizə uğurlar.